Rusiyada general həbs edildi. Gizli əməlin ifşası çox çəkmədi. Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi general-mayor Mikhail Varintsovu xüsusilə küllü miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlayıblar. Report xəbər verir ki, bu barədə TASS hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb. Varintsov Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb. Hazırda onunla bağlı istintaq hərəkətləri aparılır. Rosqvardiya generalı barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı qərar veriləcək. İddia olunur ki, istintaq general-mayorun həbsinə çalışacaq. Bir ay əvvəl bu işlə bağlı Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov da həbs edilib. Hər iki təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Çepkasov və Varintsovu 10 ilə qədər həbs gözləyir.